Estoniyanın Xarici İşlər Naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevi təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın xüsusi rolunu vurğuladı. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxundu. Estoniyanın Xarici İşlər Naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğuladı. Nazir ölkəmizə geniş tərkibli biznes nümayəndə heyəti ilə gəldiyini və Bakıda biznes forumunun keçirildiyini dedi. Bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi. Qonaq Estoniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyini qeyd edərək, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu dedi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırladı. Ölkəmizlə Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd etdi. Qonaq COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibəti ilə də təbriklərini çatdıraraq, bu tədbirdə beynəlxalq iqlim gündəliyi ilə bağlı ciddi nəticələrin əldə edildiyini vurğuladı. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.